Hantavirus təşvişi və rəqəmsal pandemiya. Təsəvvür edin ki, siz ümumi təhsil müəssisələrində direktor olaraq fəaliyyət göstərsiniz və sosial şəbəkələrdə hantavirusun sürətlə yayıldığı və uşaqlar üçün ölümcül olduğu barədə saxta fake videolar və səs yazılar kütləvi şəkildə yayılır. Səhər saatlarında məktəbinizin qarşısında böyük bir valideyn qrupu toplaşır. Onlar çox narahatdırlar. Bəziləri ağlayır, bəziləri də sizdən tələblər irəli sürürlər ki, məktəb dərhal bağlanmalı, uşaqlarımız evdə təhsillərini davam etdirməlidir. Onlar iddia edir ki, siz həqiqəti onlardan gizlədirsiniz. Eyni zamanda məktəbin texniki işçisi sizə məlumat verir ki, məktəbin zirzəmisindəki köhnə kitab anbarında sıçan izləri görüb və onların içərisində bir neçə də sıçanın ölü cəsədini tapmışdır. Bu xəbər də bir şəkildə valideynlər arasında yayılır və məktəbin içi sıçanla doludur. Uşaqlarımız hantavirusa yoluxacaq deyə alovlu bir tələblə bu şayəni yayırlar. Sual bundan ibarətdir. Məktəbdə yaranmış bu kütləvi xaosu idarə etmək, tədrisin dayanmasının qarşısını almaq və valideynlərin etibarını bərpa etmək üçün hansı addımları mühüm hesab edirsiniz? Gözlənilən inzibati və pedaqoji həll bu şəkildə olmalıdır. Bunu həll etmək üçün aşağıdakı ardıcı strateji tədbirləri görmək lazımdır. 1. Operativ şəffaflıq və açıq qapı görüşləri təşkil etmək lazımdır. Rəhbər valideynlərin qarşısına çıxmalı, lakin emosional mübahisələrə girməməlidir. Onların içindən seçilmiş 3-5 nəfərlik nümayəndə heyətini və valideyn komitəsinin sədrini otağına dəvət etməlidir. Onlara rəsmi səhiyyə qurumlarının son məlumatlarını sənədlərlə göstərməlidir. Panikanın elmi əsası olmadığını sakit tonda izah etməlidir. 2. Riskin minimallaşdırılması və gözlə görülən tədbirlər icra olunmalıdır. Zəmindəki sıçan faktını inkar etmək yox, dərhal həll etmək lazımdır. Direktor valideynlərin göz qarşısında peşəkar dezinfeksiya xidmətinə zəng edir və məktəbin bütün qeyri-tədris sahələrinin növbədənkənar tənzimlənməsi üçün rəsmi sifariş verir. Bu valideynlərə mesaj verir. Mən təhlükəni gizlətmirəm, mən onu idarə edirəm. 3. Məktəb icma kommunikasiya məsələlərini həll etməli, məlumat bülletenləri yaratmalı. Bütün valideynlərin olduğu WhatsApp qruplarına və məktəbin rəsmi saytına qısa, aydın və təşvişdən uzaq şəkildə məlumat bülleteni göndərilməli, orada müəyyən qeydlər olmalıdır. Məktəbdə dərslər davam edir, gəmiricilərə qarşı əlavə dezinfeksiya tədbirləri görülür. Şagirdlərə gigiyena qaydaları barədə maarifləndirici 5 dəqiqəlik sağlamlıq dərsləri təşkil olunur. Nəticədə bu addımlarla direktor fake xəbərlərin yaratdığı emosional dalğanı fakt və hərəkət süzgəcindən keçirərək məktəbin nüfuzunu qoruyur və tədrisin davamlılığını təmin etmiş olur. Real məktəb situasiyaları və onların effektiv həlləri mövcud vəsaitimizdəndir. Bu vəsait direktor və müavinlərin işə qəbulu, müsahibə mərhələsinin tam proqramını əhatə etməklə yanaşı həm də rəhbər işçilərin təkmilləşdirilməsinə də effektiv şəkildə töhfə verəcək. Vəsaiti əldə etmək üçün şəxsdə yazmağı unutmayın. Videonu bəyənib kanala abunə olun ki, bunun kimi faydalı videoları